Salam, hər vaxtınız xeyirli olsun. Sadələşdirilmiş vergi ödəyiciləri barədə danışmışıq. Kimlər sadələşdirilmiş vergi ödəyicisi ola bilər, dərəcələr hansılardır? Bu barədə postlarımız çox olub. Həm səhifədə, həm onlayn mühasibəsi saytında. Bu günləri kimlər sadələşdirilmiş vergi ödəyicisi ola bilməz o barədə danışacağıq. Deməli, aksiz malları istehsal edən şəxslər, investisiya fondları sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Lisenziyalı fəaliyyətlə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Sadələşdirilmiş vergi ödəyicisi olan sahibkarlıq subyektləri istehlakçılarla yanaşı, əgər vergi ödəyicilərinə də xidmət göstərirsə, həmin vergi ödəyicilərinə göstərdiyi xidmətlərin həcmi ümumi dövriyyənin həcminin 30%-dən çox olmamalıdır. Əgər 30%-dən çox olarsa, onlar da sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirirlər. Qeyri-dövlət pensiya fondlarıdır. Dövrün əvvəlinə əsas vəsaitlərin qalıq dəyəri 1 milyon manatdan artıq olan sahibkarlıq subyektləridir. Və burada istisna var, hansı ki, ictimai iaşə fəaliyyətindən məşğul olan sahibkarlıq subyektlərinə vergi məcəlləsi istisna edir və eyni zamanda məcəllərin 218.4-cü maddəsindəki olan şəxslər də istisnadır. Təbii inhisar subyektləridir. Xəzləri məmulatlarının satışını həyata keçirən şəxslərdir. Rüb ərzində işçilərinin sayı 10 nəfərdən çox olan, istehsal fəaliyyətini həyata keçirən şəxslər. Əmlakın icarəyə verilməsindən, royaltidən gəlir əldə edən şəxslər. Yəni, bu şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. Eyni zamanda bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər mütləq qaydada ƏDV ödəyicisi olmalıdırlar. Onlar da sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. Qızılın və almazın satışını həyata keçirən şəxslər. Bu qədər. Bu gün də hansı sahibkarlıq subyektləri sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər? O barədə danışdıq. Diqqətinizə görə çox